Aziz dostlar, hörmətli izləyicilər, bugün yenə sizlə Avesta haqqında danışacağım. Qabağımda Avesta'nın ikinci kitabı videodadır. Bu kitabda mühüm bir məlumat var ki, onu sizlə bölüşmək istəyirəm. Avesta'nın videodat kitabı 320 səhifədir və burada bu kitabda nəhayət Zərdüştün harda doğulması haqqında ciddi bir məlumat var. Bilirsiniz ki, bu kitab vahiyle verilmiş kitabdır ve kitabın ayələrin birində Zərdüştün doğum yeri hakkında müfəssəl bir cümle var. Burada yazılır ki, Zərdüşt Driji çayının sahilində doğulmuştur. Avesta'nın 3 təbəq təqdimatı Azərbaycan Yaşlar Birliği'nde olmuştur. Orada da məndən soruşurlar. Onun ümumiyyətlə doğum yeri haqqında iki cürə məlumat var. Yəni Avropa Zərdüştşünasları, Rusiya və digərləri deyirlər bunu. Amma kitabın özündə ki, bu coğrafiyanı onlar bilmədikləri üçün Zərdüştün doğum yerini şübhəsiz bilmirlər. Amma bu kitabda deyilir ki, o Driji çayının sahilində doğulmuşdu. Atasının yaşadığı məntəqə Driji çayının sahilində idi. Bu məntəqə görəsən hardadır? Bu bizim yaşadığımız Azərbaycan Respublikasındadır. Və Azərbaycan Respublikasında olduğu üçün biz Zərdüşt bizim peyğəmbərdir və biz bununla qürur duymalıyıq. Bütün Azərbaycan xalqı bununla qürur duymalıdır ki, Zərdüşt dünyanın, əgər biz desək, yani Aristotel'in veyahut da Platon'un tabirincə desək, Zərdüşt erkən dövrlərin ən məşhur müdrikiydi. Və Zərdüşt haqqında bir çox alimlər ən yüksək fikirləri söyləyirlər. Və sizə hamınıza ilk də bunu deyirəm ki, Zərdüşt bizim Azərbaycanda doğulub, bunu videodat kitabı özü deyir. Və Zərdüştün ölüm yeri də məlumdur. Sonradan yaşadığı yerde məlumdur. Çünki o da Məhəmməd Peyğəmbər kimi hicrət eləmişdir. Və onu sonraki verilişlərdə biz haçansa deyərik. Hələlik Zərdüşt haqqında bu məlumat verirəm ki, yəni Zərdüşt Azərbaycanda doğulmuşdur və Driji çayının sahilinə doğulmuşdur. Bu qədər deyirəm sizə, yəni sizi nigaran saxlayıram ki, suallar verin, soruşuz və bunu mən sizə ətraflı məlumat yeniden vereceğim inşallah.